Salam, hər vaxtınız xeyir olsun, dəyərli 102 Xəbər Info və Inform Xəbər TV izləyiciləri. Bugün Mingəçevir şəhərindəyik. Mingəçevirimizin qeyri-adi bir xanımın evindəyik. Bu xanım haqqında danışmaq mənim üçün həm rahat, həm şərəflidir. Gözümün qarşısında böyüyən bir xanım. Körpəliyi hər an gözüm önündə keçir və əl işlərini gördükcə bir zaman ürkək, zərif baxışlı, qorxu dolu bir baxışlarla baxan xanımın bu qədər cəsarətli ola biləcəyini inanın ki, heç mən də təsəvvür etməzdim. O xanım Yaqut xanımdır, Yaqut Nuriyeva. Bir daha qeyd edim, uşaqlığı gözüm önündə keçən bir xanım. Və mən istərdim ki, Yaqut xanımı sizinlə tanış edim. Onun misilsiz, onun əvəzsiz fəaliyyətini siz də tanıyın. Yaqut xanım şəhid və qazi ailələrimizin daim yanında olan, fiziki məhdudiyyətli insanların yanında olan bir xanım. Özünün əl işlərini təmənnasız olaraq həmin ailələrə bağışlayan bir xanım. Və xüsusi qeyd edim ki, bayraq sevgisi hər damla qanında, hər nəfəs alışında döyünən bir xanımdır. Gəlin, Yaqut xanımı sizinlə tanış edək və bugün Mingəçevirin bir neçə şəhid anası da bu ocağın qonağıdır. Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz analar? Sağ olun. Yaqut xanım, necəsiniz? Çox sağ olun, xoş Buyurun, gəliniz olsun. əyləşin. Təşəkkür edirəm. Sağ olun. Allah hər birinizdən razı olsun. Minnətdarım. Baxdım sizin görmüş olduğunuz bəl işlərini, qeyd etdiyim kimi də gözümün qarşısında hər an ürkək, kövrək baxışlı, qorxu dolu baxışlı, çox zərif bir uşaq canlandı. Və bugün həmin o uşağın belə bir böyük işlər gördüyü həqiqətən də insanın qəlbində bir fərəh, bir qürur, anlaşılmaz bir hisslər yaradır. Və görmüş olduğunuz bu əl işlərinə də baxıram, hər bir yerində Azərbaycan bayrağıdır. Şəhid ailələrinə, qazi ailələrinə, fiziki məhdudiyyətli insanlara yardımınız çox gözəl bir işdir və mən sizə böyük bir təşəkkür edirəm. Sizin özünüzlə dinləmək istəyirəm. Buyurun, sözü verirəm sizə. Sağ olun, xoş gəlmişsiniz Nəzakət xanım. Bəli, biz bir yerdə böyümüşük, 4 nömrəli məktəbdə oxumuşuq. Mingəçevir şəhər Kres qəsəbəsində yerləşən 4 nömrəli məktəbdə oxumuşuq. Sağ olun, Allah razı olsun. Mən də düşünməzdim ki, siz də belə bir jurnalist kimi mənim qarşıma çıxarsınız. Mən tam 5 ildir ki, şəhid ailələrindəyəm, onların yanındayam, hər zaman anaların yanındayam, onların göz yaşlarının silməsinə şərik olmuşam. Yəni, düzdür, onlar üçün böyük bir dərddir, şəhid adı elə belə bir şey deyil. Mən adi şəhidlərin şəklini bu ofisə hazırlayanda da dedilər, məqalə nə yazaq? Dedim, yazın ki, ora şəhidlər bizim baş tacımızdır. Yəni, bütün insanlar bilməlidirlər ki, biz indi bu masada oturmuşuqsa, bu yerlərdə isə şəhidlərimizin hesabına, onların canları qanına, bahasına biz bu yerlərdəyik. Allah hər birinizdən razı olsun, məni sevirlər. Mən çox xoşbəxtəm ki, mənim ətrafımda belə gözəl xanımlar var, insanlar var, məni sevənlər var. Bəli, mən illərdir ki, fiziki məhdudiyyət uşaqlarla da işləyirəm. Mən bu əl işlərimin, satışın orada göründüyü kimi, yəni olsa da, olmasa da belə, yəni mən o satışından yığılan məbləği fiziki məhdudiyyəti uşaqlara xərcləyirəm. İndi ayın 17-sində möhtəşəm bir tədbirimiz olacaq. O qədər uşaqlar öyrəniblər ki, yəni özləri mənə zəng edirlər, anaların telefonu ilə ki, Yaqut müəllimə, biz nə zaman bizə tədbir keçirəsən, deyirəm ki, keçirəcəyik inşallah. Yəni belə, Allah can sağlığı versin, hər bir şəhid ailə. Demək olar ki, mən qarışıq getdiyim üçün, yəni 1-ci Vətən müharibəsi, 2-ci Vətən müharibəsi şəhiddən qarışıq hər birinin hər ayda 3 evdə oluram, qonaq oluram, çəkmək, paylaşmaq, operatorumuz Seymur qardaşa da dərin təşəkkürümü bildirirəm. Mənlə 5 ildir çiyin-çiyinə çalışır, təmənnasız olaraq xidmətini göstərir. Allah razı olsun. Getirədiklərin də var da. Bəli, inşallah ki, əlbəttə ki, indi biraz tədbirlərimiz var bu mart ayında. Aprel ayından başlayaraq mərhələ-mərhələ. Mən hər zaman şəhid ailələrinə gedəndə əl işlərimi, onların şəkillərini hazırlayıb aparırdım əl işlərindən. Amma indi gördüyünüz kimi dəmir yumruğu artıq özüm hazırlayıram. Dəmir yumruq
hər evə dəmir yumruq hədiyyə eləyəcəm Allahın izni ilə. Düzdür, bunlar yeri gələndə nədir ki, amma yenə də əslində dəmir yumruq hər mövzuda yəni. Baxın, orada göstərirəm qanun içində olan mənim şəhid olan balamın dəmir yumruğudur ki, o yəni ölsə də belə əli qanun içində dəmir yumruğunu göstərir ki, yəni Qarabağ Azərbaycandır. Yəni belə. O dəmir yumruğu altına birləşib qələbəni əldə etdik. Və mən istəyərdim sözü şəhid ailələrinə verim. Necəsiz deyə soruşuram, ana. Bu mənim üçün çox ağır bir sualdır və necə olduğunuzu təsəvvür edirəm, hiss edirəm, amma necəsiz soruşuram bir daha. Özünüzü təqdim edin, zəhmət olmasa. Novruzov Afilə, şəhid Novruzov xanların həyat yoldaşı. Yoldaşım 94-cü ilin aprel ayında Ağdamın Gülücə kəndində şəhid olub. Nə bilim, ayrı Çətin. Çox illər yaşadınız, övladları tək böyütdünüz. 3 uşağı qaldı, lap baracası 4 yaşında. Böyütdüm şükür uşaqları. Və budur, hörmətli tamaşaçılarımız, qəhrəman oğullarımızın qəhrəman ömür gün yoldaşı və qəhrəmancasını 3 övladı böyüdüb bu həyata çox gözəl bir vətəndaşlar kimi təqdim edən qadınlarımız. Ermənistandan gəlmişdi, halbuki Ağdam heç tanımırdı. 6 ay Kəlbəcərdə vuruşdu, sonra Ağdamda şəhid oldu. 3 uşağı da qaldı. Allah rəhmət eləsin. Allah səbir versin. Allah səbir versin. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bacım, siz özünüzü təqdim edin. Mən də İskəndərov Bakıkönlü Mingəçevir şəhidi İskəndərov Niyazın həyat yoldaşıyam. Mən də yoldaşımla qürur duyuram. Mənim yoldaşım 2014-cü ildə hərbi xidmətə başlamışdı. 2015-ci ildə yaralandı. Yaralanmağına baxmayaraq yenə öz hərbi xidmətinə davam elədi. 2016-cı ildə aprel döyüşlərində təkrar yenə yaralandı. Yəni buna baxmayaraq yoldaşım heç bir zaman yolundan dönmədi. Öz hərbi xidmətinə yenə davam elədi. 2020-ci ildə 44 günlük hərbi müharibədə iştirak elədi. Üçün səfər yaralandı. Yaralanmağına baxmayaraq yenə yoldan çəkinmədi. Yaralı olaraq yenə ötəmə morfiya vurduraraq yenə öz döyüş yoldaşlarının, öz əskərlərinin yanlarına döndü. Dedi ki, sözün özü mən özüm dərs elədim ki, nə olar, qayıtda, getməginə. Dedi, yox, mən orada iş yoldaşlarım var, mən dostlarım var orada. Mən də dedim ki, yox da getmə, qayıt və sən evdə də 2 dənə oğul evladın var. Dedi, yox, iki oğlunun arxasında sənin kimi anası var. Mən 2 balamı sənə etibar edib gedirəm. Mən də orada həm dostlarım, həm öz əskərlərini o insan nətər edeyim. Elə bilirdi öz balasıdır, öz balasından seçmirdi. Hətta əskərlərlə də əlaqəm var. Yəni, onlar deyəndə, onlar komandir demirlər. Onlar hamısı əmi deyir, dayı deyir. İskəndərov Niyaziyə. Yəni, elə bir şəxsiyyətin həyat yoldaşı olaraq qürur duyuram. Yoldaşım öz arzusuna da şəhidlik zirvəsinə ucalmaq idi, öz arzusuna çatdı. Düzdür, mənim üçün çətin olsa da, nə qədər çətin olsa da o qədər də qürur vericidir ki, yoldaşım öz arzusu, bizi bu həyatda yarımçıq qoysa da öz arzusuna çatdı. Allah o zirvəyə məni də qovuşdursun. Ki, balamı yeyilmə, deyəndən sonra məni qovuşdursun. Allah ömür versin, bacım. Şəhidlərimizə elminin anası Aynur ana. Yakut Hanım, sizə uğurlar arzuluyuruq. Təşəkkür edirəm. İnşallah ki, daha da yuxarıdan səsiz gəlir, davamlı olar, istədiklərinizə nail olarsınız. Biz şəhid balalarımızdan tək biz yox, bütün hamı qəsd edir ki, bizim elə oğlanlarımız var. 8-i mənim oğlum Zəfərdən gələn ən birinci şəhid, 7 şəhid olub da, yəni biri mənim övladım olubdu. Elmin Əlizadə. 8-i oğluma mesaj yazıb, mən də ona yazmışam. Deyib ana, inşallah ki, mən də dayanıb bir yerdə olaraq, mən də ona yazmışam ki, gələn bu vaxtı bir yerdə qeyd eləyərik. 16 amma çox təəssüf mənim balam şəhid oldu.
Allah səbir versin bacım. Ana, siz özünüzü təqdim edin zəhmət olmasın. Evvela hamımızı hoş gördük. Bugünkü günde biz de bir yere yığan bu hanım için her birimiz minnettarız. Sağ ol. Biz şehit anaları için çok gurur duyucudur ki biz şehit balalarımızın sayesinde tanınırıq. Yani onları tanıdırıq ve biz özümüzü tanıdırıq özümüzü. Belə ki düzdür o ana demişken gurur verici bir hayatta deyim. Çünkü hem gururlanır hem de kederlenir. Çünkü bala itirmek çok çetin bir şeydi. Onu hansı anadan sorursanız analar hamısı elə deyər ki çok çetindi. Evlatdan əziz həyatda heç nə yox imiş. Mən şəhidimiz Kənan Abdullayevin anası Azadə xanıma. Yine dediğim kimi bugünlerin bizi bir yere yığan bu ana için, bu hanım için hamımız minnettarız. Ona göre ki o bizi bir yere yığmak bilirsiniz biz hamımız dertten alarıq. Çünkü dertte anaları birbirini ancak dertten analar tanıyabilir. Başa düşər, bəli. Kənan mənim ehtiyatda olan zabitim idi. Özü 11 il tutarmışdı. Sağlam idmançı oğlan idi. Yani okuduktan sonra işləyirdi. Kasıb balasıydı. Əli çörəyə çatırdı. Çok şükür diyecektik ki anasına atasına köməyə çatacaqdı. Özü ayak üstə durmaq istəyirdi. Dururdu da. Yani o hansı işin arkasınca getmişdisə tek getmişdi. Ne ata, ne ana, ne əmi, ne dayı. Heç kəs onun arkasında olmayıbdı. Çünkü o kadar gururlu oğlan idi ki, yani ben öz evladım olduğu için demirəm. Həqiqətən də seçilmiş evlatlardı bunlar hamısı. Çünkü hansı anadan danışsaq, hansı ananın balasını soruşsan, həmin ana eyni sözü deyir ki, mənim balam 3 uşaqdırsa, 2 uşaqdırsa, həqiqətən o bala seçilmiş uşaqdır. İndi həqiqətən də mən belə, həyatımda belə götür qoy eləyirəm, baxıram ki, həqiqətən seçilmiş evlatlardır. Çünkü körpəliyindən kişi kimi böyümüşdü. Ne diyeyim valla. Kənanın orada medalları var. Devlətimizin bugünkü günündə mən ana kimi minnətdaram devlətimizə. Bizim ordumuza minnətdaram. Allah bütün əskərlərimizi qorusun. Bir daha müharibə olmasın. Biz anaların gözü yaşdı. Yani mən heç düşmənimə də arzulamıram ki, ana göz yaşı axıtsın. Bala dərdini çəksin və bala haqqında bilsiz nətərdir, istəyir evində 5 uşaq olsun, istəyir 3 uşaq olsun, istəyir tək olsun. Evlat evlatdır. Barmağının hansını kəssən səni incidir, səni yaralayır. Amma elə oğlanlardan ötürü, inanın ki, analar özlərini ölümə verər. Kənan oktyabrın 16'sında Suqovuşanda şəhid oldu. Ancaq inanmazdım ki, o şəhid olar. Nə mənada inanmazdım? Deyirdim ki, ona güllə dəyməz. Elə idmançı oğlan, elə idmançı oğlana elə bilirdim ki, valla ona güllə dəyməz. Açdırdım, baxdım, düzdür. Elə bir dənə mələk yatmışdı. Birdən mən o şəhidlər xiyabanına gedirəm, deyirəm ki, ay anal, mən onu həmişə deyirəm o sözümü, deyirəm ki, yəni siz də mən gördüyümü görürsünüz. Elə bilirəm bir dənə mələk də oradan keçəndə işıq saçır. Bilmirəm, mən onu elə görürüm, yoxsa bütün analar öz balalarını elə görür. Rahat olmuş, Həqiqətən də elə bilirəm ki, gözlər danışır. Hansı şəhidin üzünə baxsın, hamısının gözləri eyni sözləri deyir, qürurla, baxışları. Onların gözləri danışır. Bəli, onu analar bilir. Yani çok istəyərdim ki, Kənan yuxuma girsin. 2 dəfə, 3 dəfə yuxuma gelibdi. Amma çox gözəl yuxuma gəlibdi. Həmişə gülübdü, həmişə belə qürurlu, necə görmüşəm Kənanı. Ayın 23'ünde, 1-ci günü Kənanın təqdimatı olacaq. Onun haqqında film çəkilişi var. Həm universitetdə veriləcək, həm də media. Bilmirəm oranın adı necə gedir. Təqdimatı olacaq. Mən hamınızı bura dəvət edirəm. İstərdim ki,
Düzdür, az da olsa onların hakkında, onsuz da bundan sonra da yine yazılacak onlar hakkında Bəli, ne yazılsa, oldu-olmayacaq filmler, zaman. romanlar, Bəli. povestler, şiirler, yani ne yazılsa da onlar hakkında azdır. Çünkü onlar öz qanları ilə yazılan bəli, insanlar. qanlarıyla yazılmış Yaddan o çıxmaz. simaları, o şəhid sözlərini heç vaxt unutmaq olmaz. Olmaz. Bəli. Onlar bir dəmir yumruq altında birləşdilər. O şəhidlərin hesabında biz analar bir-birimizi tanıdıq və bugünkü gündə də yenə qürur duyuruq ki, elə bir evladlar böyütmüşük. Mən bir ana kimi qürurla deyə bilərəm ki, mənim evladım yaşayır. Onlar mənim üçün ölməyibdir. Bəli. Valla. O deyəndə ki, Allah rəhmət eləsin, düzü deyirlər. Həm ölüyə rəhmət var, həm diriyə rəhmət var. Ancaq onlar bizim üçün ölməyiblər. Yəni ölüm sözünü biz dilimizə gətirəndə gərək onda biz də ölək. Həqiqətən biz də ölək. Çünki o söz çox ağır sözdür. Biz onlarla yaşayırıq. Yəni biz onlar yoxdursa, biz analar yoxuqsa, deməli onlar da yoxdur. Düzdür, vətənimiz, xalqımız yaşadacaq onları bizdən sonra da. İndi Allah nə ömür veribsə, minnətdaram sizə. Çox sağ olun. Allah hər birimizə səbir versin. Allah səbir versin. Siz özünüzü təqdim edin, zəhmət olsun. İlk öncə hamınızı salamlayıram, hamınıza xoş gəldin deyirəm. Yavuz xanımın Zeynə. Mən şəhid Elmar İbrahimovun anasıyam. Evin yeganə övladıdır Elmar, 22 yaş. Elmar bərbər işləyirdi. Elmar nə hərbiçidir, nə çarıcı. Könüllü yazılıb. Polad Həşimovdan sonra mən bilməmişəm. Özü gedib, heç mənlə görüşməyib. Mənə bildirməyib ki, yazılmışam, yaxud gedir. Axşam zəng vurdu ki, mən buradayım. Yəni, mən 78 yaşım, 68 yaşım var. Tənhayam, amma tənha ana deyir. Amma mən özümü tənha saymıram, həqiqətən. Hər an Elmarı arxamda görürəm. Hər an Allahım mənimlədir. Allah mənə güc verir. Yanındayım. Azərbaycan anasısınız siz. Bəli. Sənə qurban. Bütün Azərbaycan anasısınız ana. Elə deyilsiniz. Yəni ki, Allah Taala belə yazıb. Bir dənə yarpaq yerə düşə bilməz Allahın izni olmasa. Bu ana bətrində bizim balalarımıza şəhidlik yazılır. Mənim oğlum fikirləşində nə hərbiçidir, nə çarıqçı. Atası da 15 ildir rəhmətə gedib. Tənha ananı 68 yaşında tənha ananı qoyub könüllü bu adam gedib. Bu getməz. Ananı qoyub heç ara getməz. Bunu mələklər götürüb apardı. Mən ona tam səmimi inanıram. Yəni Allah dövlətimizi saxlasın. Allah İlham Əliyev saxlasın. İlham Əliyev cənabları kimi oğullar dünya gəlməyib. İndən sonra da elə oğul gəlməyəcək. Yəni biz dünyanı tərk edib getsək də o biri dünya, bizim oğullarımızı dövlətimiz həmişə yaşadacaq, unutmayaq. Unutmayacaqlar, ona əminəm. Təşəkkür edirəm, Allah'ınıza sağlık versin. Sağ olun. Valalar. Allah rəhmət eləsin. Dəyərli tamaşaçılarımız, gurur dolu bir verilişimizin sonuna gəldik. Hardansa bir cümlə oxumuşdum, deyiblər ki, insan bilirsiniz ki, nə zaman dünyasını dəyişir. Onu tanıyan ən axırıncı insan bu dünyadan köçəndə. Yəni onun haqqında söhbətlər gedir, onun xatirələri danışılır. Ölüm haqdır. Hamımız ölüm dadmalıyıq. Ancaq ölümlər də fərqlidir.